Allaha and verək, izzət-i cəlalına. Allah mütəal bizi bağışlamamış, bu dünyadan aparmasın. Allah xəstələrimizə şifa versin. Məxsusən Afər əmi, Allah şifa versin tezliklə. Allaha and verək, izzət-i cəlalına. Allah mütəal möminlərin maddi, mənəvi müşküllərin həll eləsin inşallah. Keçən cümə qeyd elədik, insanın bu dünyada, bu həyatda bağlandığı şeylər var, məhəbbət bəslədiyi şeylər var. O məhəbbət neçə cürdür insan və düzgün məhəbbət necə olmalıdır, bu barədə danışdıq. Və bu həyat, Quran-ı Kərim bizə buyurur ki, bu yaşadığımız həyatda çətinliklər çoxdur, çətinliklər var. Siz çətinliklərlə əhatə olunmusunuz, sıxıntılarla əhatə olunmusunuz. Ətrafınızda sıxıntılar olacaq, çətinliklər olacaq, qabağınıza çətinlik çıxacaq. Bu həyatda müşkülləri, çətinlikləri silib aradan götürmək mümkün deyil. Yəni, sən bu həyatda yaşayasan, deyəsən ki, elə eləyəcəm, mənim qabağımda heç bir çətinlik olmasın, heç bir sıxıntı olmasın, heç bir qəmlə üzləşməyim, heç bir müsibətlə üzləşməyim, bu mümkün deyil. Çünki bu Allahın dəyişilməz sünnətidir, qanunudur. Allah belə bir dənə qanun qoyub. O, bu aləmdə nədir? Belə də olmalıdır. Zaten bunlar olmasa, heç insanların mərtəbələri də bilinməz. İnsan onların vasitəsi ilə, o çətinliklərin vasitəsi ilə insan imtahan olunur. İnsanın məqamı, insanın dəyəri, mərtəbəsi, dərəcəsi onun vasitəsi ilə bilinir. Mümkün deyil ki, o olmasın. Quran-ı Kərim bizə belə buyurur. Buyurur ki, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي كَبَدٍ. Biz şübhəsiz insanı neyləmişik? Sıxıntılarla yanaşı yaratmışıq. O sıxıntılarla əhatə olunub, bir çətinliklərlə əhatə olunub. İnsanın bütün ləzzətlərinin yanında nə var? Bir acılıq onu təqib eləyir. İnsanın həyatı bu cürdür. Növbəti ayədə, bu Bələd surəsi 4-cü ayədir. 5-ci ayədə də Allah bir dənə söz deyir bizə. Allah Müteal buyurur ki, Əyəhsəbu ən lən yəqdirə əleyhi əhəd. Burada da bir mesaj verir Allah. Buyurur, sıxıntıların, müsibətlərin, çətinliklərin biri də ondan ibarətdir ki, yəni insan daha neynəməsin, elə düşünməsin ki, buna qalib gələn yoxdur. Elə bilməsin, buna yetişən qüdrət yoxdur. Yəni, həyatda sıxıntı ilə rastlaşır, özünü aciz görür və başlayır kömək axtarmağa insan, kömək axtarır. İnsan gəmidə suyun üzündə gəzəndə elə rahatdır, elə rahat hərəkət edir. O necə ki, düşür suyun içinə, onda köpüyə də görürsən əl atır. Əl atır ki, neynəsin? O nicat tapsın. Köpük də o bilir, köpük onu saxlaya bilməyəcək. O onu bilir. O onu başa düşür, köpük onu saxlayan deyil, o köpük havadan ibarətdir, suyun üzərindədir. O yan bu yan hərəkət eləyir, əlimi atacam, elə batacam. Amma yenə də neynir? Əl atır, köpüyə belə neynir özünü? Möhtac görür. Allah Müteal bu ayədə buyurur ki, insan elə bilməsin, ondan yuxarı heç bir qüdrət yoxdur. Onu yenəcək bir qüdrət yoxdur. Həmçinin də Allah neynir? Bu çətinliklərlə bizə başa salır ki, ey bəndə, siz bu dünyada yeganə qüdrət sahibi deyilsiniz, sizdən qüdrətlilər var. Sizdən qüdrətli, vahid olan bir qüdrət sahibi var, o da Allahdır.
Ondan yuxarı qüdrət sahibi yoxdur. Mühümü nədir əzizlər? Quran ayəsi bizə deyir, bu çətinliklər sizin həyatınızdadır. Siz bunu, bu sıxıntıları götürüb bu həyatdan silib aradan hamısını qaldıra bilməzsiniz. Məsələn, maddi çətinliyi götürərsən, amma mənəvi bir çətinliyin olar, bir sıxıntın olar, qalacaqsan. Onu maddiyyatla həll eləyə bilməzsən. Milyonu var, bir aramlığı yoxdur, sıxıntısı var, onu həll eləyə bilmir. İçində bir yarası var, o yaranı nədir? Sağalda bilmir. Nə olsun, milyonlar onun maddi məsələlərini həll eləyəcək. Amma nədir? Mənəvi məsələlərin həll eləyə bilmir. Müsibət gələcək, müsibət nə sənin malına baxmayacaq, nə sənin mənəviyyatına baxmayacaq. Müsibət müsibətdir. Bunda nədir? Bunların hamısını ortadan qaldırmaq mümkün deyil. Bu qaydadır, bu dəyişilməz qaydadır. Mühümü nədir? Mühümü budur ki, özümüzü düzəldək, düzgün özümüzü kökləməliyik, düzgün özümüzü kontrol eləməliyik. Bəla və imtahanlar zamanı neyniyək? Aram ola bilək. İmtahan qabağımıza çıxanda, sıxıntı qabağımıza çıxanda salavat hədiyyə eləyək. Allahümmə səlli ələ Muhamməd və ali Muhamməd. Sıxıntılar zamanı şadlığımızı, təvəkkülümüzü, aramlığımızı əlimizdən verməyək. Biz onun üçün hazırlaşmalıyıq. Onun üçün özümüzü düzəltməliyik ki, bu sıxıntı qabağıma çıxanda nədir? Mən aram olum. Məsələmdə bir balaca nədir? Çətinliyə düşən kimi başlayır, ay Allah, ay nə oldu, ay mənim vəziyyətim belə, ay bu sıxıntı belə və ilaxır və s. Başlayırıq neynəməyə? Deyinməyə. Başlayırıq narazılığımızı bildirməyə. İzhar eləyirik onu, deyinirik. İndi baxır kim nə həddə. Bununla işimiz yox. İndi bir insan aram olsun, bir insan bu həyatı aram yaşasın, sıxıntı ilə yanaşı xoşbəxt yaşasın, onu necə bacarmalıdır, onu necə eləməlidir? Onun üçün insan özünü neynəməlidir? Hazırlamalıdır. Bu aləmin bir dənə həqiqəti var. O həqiqəti dərk eləməlidir. Bu aləmdə bir həqiqət var. O həqiqəti anlamalıdır, bilməlidir. O həqiqət bundan ibarətdir ki, bu aləmi idarə eləyən idarəçi sənin dostundur. Səni 10 qədər sevən yoxdur. Onun kimi sənə məhəbbət bəsləyən yoxdur. Onu bilməlidir. Bu aləmin həqiqətidir. Bu aləm ki var, biz bu aləmdə yaşayırıq. Biz öldürülürük, biz ölürük, biz xəstəlik tapırıq, biz şəfa tapırıq. Bizim ruzimiz bəzən nədir? Çoxalır, bəzən azalır. Bəzən günahlarımızın səbəbindən olur, o ayrı mövzudur. Ruziyə təsiri var, insanın ömrünə təsiri var günahın. Bunu qoyduq bir qırağa. Bundan danışmıram. Mövzum bu deyil. Bəzən ruzimin əldən getməsi, bəlanın gəlməsinə mənim günahım da nədir? Səbəbdir. Bunu qoydum qırağa. Bəzən Allah mütəal neyniyir? İmtahan eləyir. Bəla ilə, ruzi ilə və ilaxır başqa şeylərlə məni imtahan eləyir. Sözümüz buradadır. Bu çətinliklər zamanı mən aram olmalıyam. Yəni mənə ruzini verən də məni sevəndir. Əlimdən alan da məni sevəndir. Məsləhət bilir, indi alır. Məsləhət bilir, indi verir. Övladın gəlir, balaca uşaqdır. Sənə deyir ki, mənə pul ver ata. Dükana gedirəm, mənə pul ver. Necə verirsən? Çıxartdın bir paçka verirsən? Yox. O uşağın tutumu qədərində çıxardarsan 1 manat, 2 manat verəcəksən. İndi cavan oğlan da hər şeyi dərk eləyir, böyük pul verəcəksən.
Onun tutumu qədərində ona verəcəksən. Sən çünki onu sevirsən, sən ona çox pul verməyəcəksən. O gedəcək, itirəcək, o gedəcək, başqa şeylərə onu xərcləyəcək. Lazım olmayan yerlərə xərcləyəcək. O onun başı üçün bəla olacaq. Səni sevən ata sənə nə edir? Bəzən az verir. Səni sevən ata bəzən sənə avtomobilin açarını vermir. Səni sevən ata bəzən sənin üçün məhdudiyyət qoyur. Bəzən də nə edir? Bütün qapıları sənin üçün açır. Deyir, mən sənin arxamda dayanmışam, nə istəyirsən, hamısını sənin üçün eləyirəm. Bu sənin tutumuna görə olur. Allah mütəalda insanla davranışı eynən bu çəkdiyimiz misal, Allah bizim barəmizdə nə edir? Baxır bəndəsinə. Bəzən ruzi qapısını Allah nə edir? Onun əlindədir. Daraldar, bəzən daha çox açar, bəzən məni övlad itkisi ilə imtihan eləyər, bəzən məni canıma bir xəstəlik salmaqla imtihan eləyər. Bunu Allah eləyər. İmtihan eləyər bundan. İndi mühümü nədir? Mühümü budur ki, başa düşəsən ki, başa düşək ki, bunların hamısını eləyən mənə ən çox mehriban olan Allahdır. Hamısı onun əlindədir. Hamısı onun imtihan məqamında onun əlindədir. O idarə eləyir bu aləmi. Bunu başa düşək, mühümü budur. Bunu başa düşəndən sonra insan çox aram olur. Çox rahat olur. İnsan bütün çətinliklər zamanı nə edir? Başa düşür ki, idarə eləyən aləmi Allahdır. Allaha qarşı nəyi olsun? Aləmi idarə eləyənə qarşı hüsnü zənni olsun. Hüsnü zənn nə edir olsa, bu həyatda nədir? Bütün qapıların açarı odur. Bütün çətinliklərdə, bütün müsibətlərdə açar odur. Allahın rəhmət qapısının açarı odur. Mərhəmət qapısının açarı odur. Allaha hüsnü zənn. Nə buyurur hədisdə? Buyurur ki, Qalə Rasulullah, Ma utiyə mu'minun qattun xeyrəd dünya vəl-əxirə ilə bihusni zənnin billah. Möminə zərrə qədər dünya və axirət xeyri nədir? Onun hüsnü zənni olmadan verilməz. Hüsnü zənni olmalıdır Allaha. Allaha qarşı xoş gümanda olmalıdır. Əgər zərrə qədər xoş gümanı olmasa Allaha, buyurur, Allah da dünya və axirət xeyrin zərrə qədər ona yetirməz. Allah mütəal baxır onun hüsnü zənninə. Bütün çətinliklərdə, müsibətlərdə aramlığın açarı budur. İnsan nə etməlidir? Allaha hüsnü zəndə olmalıdır. Süyi zəndə olmaq da həmçinin nədir? Bütün Allaha qarşı müharibə üçün olan zəmin nədir? Süyi zəndədir. Ay Allah, məni görmüşdün elə. Elə mənim övladımı görürdün. Elə filan, nəuzubillah. Başlayır Allahla nədir? Mən adam görmüşəm. Burada olanlardan da görüblər. Sosial şəbəkələrdə biri var. Çıxıb Allahı söyür. Danışır, söyür. O adamı mən tanıyıram. Ondan neçə il mən qonşu olmuşam. O adamdan qonşu olmuşam. O adam namaz qılan idi. O adamın ailəsi də nədir? Hamısı namaz qılan filan. O adam nə elədi? Başladı avaralıq eləməyə, ailə boşandı, filan oldu, üzr istəyirəm ifadəmə görə. Başladı tüfeyli həyat yaşamağa, sonra günahı nə elədi? Dedi, Allahdadır. Başladı Allaha qarşı nə eləməyə? Üsyan eləməyə. Başladı Allaha qarşı çıxmağa. Üsyan eləyir Allaha. Bütün Allaha qarşı naümid olmağın, suizəndə olmağın nədir? İnsan üçün zəminə yaradır. Şeytan gəlsin oradan neynəsin? Şeytana o lazımdır. Şeytan gəlir, bütün şərlərin mənbəyi oradır.
xeyir iş görsə belə nədir? Xoşhal olmayacaq. Allaha hüsnü zənni olmasa, Allahla münasibətin düzəltməsə, xeyir iş belə görsə o insan nədir? Xoşbəxt olmayacaq. Deyəcək, nə xeyri var ki? Nə faydası var ki? Bu cür yanaşacaq məsələyə. Amma hüsnü zəndə olan insan, diqqət edin əzizlər, bir salavat deyək. Allahümmə səllə əla Muhamməd və ali Muhamməd. O biri var idi, gəlmişdi, deyirdi ki, səni axtarıram, neçə vaxtda axtarıram. Niyə? Dedi ki, sənə təşəkkür eləmək istəyirəm, səni tapa bilmirəm. Niyə? Dedi, həkim mənə deyirdi ki, sən əsəblərin yerində deyirsən, vaxtında yatmalısan, mən ümumiyyətlə yata bilmirdim. Sənə qulaq asandan sonra elə yatıram. Elə yatıram deyir, başlayıram zərə qulaq asmağa, yatıram. Hə. Biraz yatmayaq, 5 dəqiqə, diqqət eləyək buna. Allaha hüsnü zənn. Allaha hüsnü zəndə olmağımız, əzizlər, baxın neyniyir? Hətta günah eləsən, günahın içindən Allaha çatmaq üçün bir dənə özüvə pilləkan düzəldirsən, bir nərdivan düzəldirsən. Necə? Günah axı suquddur. Günah axı tənəzzüldür. Sən necə deyirsən, günahın içindən Allaha yol. Günahın içindən insan, Allaha hüsnü zənni olan, Allaha söyüzənni olan heç yol tapa bilməyəcək. Amma hüsnü zəndə olan insan günahın içindən Allaha yol tapa bilir. Necə? O ki, günahı eləyir, yıxılır. Allaha hüsnü zənni var. O yıxılanda nə deyir? Deyir ki, ilahi, əstəğfurullah. İlahi, sən rəhmət sahibisən, sən bağışlayansan. Allah deyir, nədən xoşum gəlir? İmam Səccad əleyhissalam Əbu Həmzə Sumali adı ilə məşhur olan duada belə danışır. Baxın əzizlər, İmam Səccad belə buyurur. İlahi, ma əsəytukə hinə əstəytuk və ənə bir rububiyyətikə cahil və la li əmrikə müstəxib bəl qələbəni həvayə və ənəni şəhvəti. İlahi, mən sənə qarşı, sənin əzəmətivə qarşı, sənin böyüklüvə qarşı çıxmamışam. Mənim şəhvətim, mənim həvai nəfsim məni bədbəxt eləyir. Mən həvai nəfsimə qalib gələ bilmirəm. Mən sənə qarşı üsyan eləmirəm. Mən kiməm ki, ilahi sənə üsyan eləyim? Mən kiməm sənə qarşı çıxım? Mən kiməm sənin əmrüvü tapdalıyım? Nəfsim məni bədbəxt eləyib, onunla çarpışıram mən. Onunla vuruşuram. İmam Səccad əleyhissalam bizə göstərir ki, günahın içinə düşsən belə, oradan Allaha nədir? Bir yol var, Allah oradan bir yol qoyub. Oradan bir sən nərdivan eləyə bilərsən, Allaha tərəf ucalasan. Buyurur ki, ilahi, mən sənə qarşı buna görə çıxmamışam. Buyurur, haçan da Allah, haçan da insanın yanında. Allah-u Teala özü deyir də, hədisi qudsidə buyurur, İnnə indəl münkəsirə qulubikum. Allah sizin qəlbiniz sınanda, onda Allah sizin yanınızdadır. O sınan qəlblərin yanındadır. Sən ki qəlbin sınır, başlayırsan Allahla danışmağa, buyurur Allah sənin yanındadır. Əgər bir dənə mühüm, bir dənə sənin Allahla münasibətin, danışığın mühümdür də. Bir dənə mühüm bir antikvardır evdə, qiymətli bir dənə əşyadır. Neçə ilin əşyasıdır, antikvardır. Uşaq bunu sındırır. Sındırandan sonra atasına 2 cür deyə bilər. O sındırma xəbərin 2 cür çatdırar. Bir gəlir deyər, sındırdım onu. Ata deyər, niyə? Sındırdım da. Ata danlayar onu. Mümkündür bir qulağının dibini neynəsin? Bir şillə də vursun. Amma gəlib desə ki, üzr istəyirəm ata, mən bilmədim. Əlim dəydi, düşdü, sındım. Üzr istəsə,
Üzr nədir əzizlər? Üzr bir insan istəyirsə, biz insanları niyə tənbih eləyirik? Kimi tənbih eləyirik? Ata övladı niyə tənbih eləyir? Tərbiyə üçün, səhvin başa düşsün. Elədir? Biz insanları tənqid eləyirik səhvlərinə görə, səhvin başa düşsün. Bir adam deyirsə, mən bu səhvi başa düşmüşəm, onu niyə tənqid eləyərlər? Bir adam deyirsə, mən səhvimi başa düşdüm, onu tənbih eləmək olar? Olmaz, mənasızdır, məntiqə uyğun deyil. Səhvin etiraf eləyəni sən nə eləyəsən? Tənbih eləyəsən. Allah buyurur, səhvini etiraf eləyəni mən tənbih eləmirəm. Artıq bu özü səhvin başa düşüb. Bu səhvin başa düşüb gəlib. Allah buyurur ki, səhvin başa düşdün, gəldin, onda üzürlüsən, onda mən sənin yanındayım. Onda bil, mən o qəlbin yanındayam, o qəlbin sınıb ondan gəlmisən. Buyurur ki, onun yanındayam. İnnəllaha yuhibbut tavvabin buyurur. Tövbəkarları. Sonra nə buyurur? İnnəllaha yuhibbu mufattənət tavvab. Çoxlu tövbə eləyəni. Yəni, çoxlu tövbə harda olur? Çoxlu yıxılıb qalxanda olur. Tövbə hardadır? Günahdan Allaha qaydanda, elədir. Sən demək, çox yıxılmısan da, çox tövbəkarsan. Çox tövbələr eləmirsən, demək, çox büdürüyüb sənin ayağın. Allah da deyir ki, sən ki o qədər yıxıldın, şeytan o qədər səni yıxdı yerə. Amma sən məndən uzaqlaşmardın. Hər səni yıxanda sən ondan çarpışdın, gəldin mənə tərəf. Hər səni yıxdı, sən yenə qayıtdın. O səni yıxdı, apardı, amma sən yenə qayıtdın. O sənə ləzzəti göstərdi, amma sən yenə onun ləzzətdən neynədin? Qayıtdın, gəldin. Allah buyurur ki, mən sevirəm, mən səni keçmişdə nə qədər olub, ariflər olub, onların keçmişləri necə olub? Keçmişləri xarab olub, amma gəliblər, arif olublar. Təyyib kimilər, Rəsul-i Türk kimilər, bunlar necə olublar? Fuzeyli kimilər, bunlar əvvəlləri necə olubların? Biz indi bir-bir o adların çəkmirik, hansı işin sahibi olublar. Amma bir yerə gəlib yetişiblər, böyük alimlərdən, böyük alimlər, mənəviyyat sahibi olan alimlər soruşurdular ki, Rəsul-i Türk hardadır, hansı məclisdədir? Deyirlər, filan məclisdə. Durub gedirdi ora, ona görə geçsin orada hal tapsın. O orada nalə eləyib ağlayacaq o məclisdə. Bu da gedirdi ki, onun naləsinə qulaq asıb hal tapsın. Tövbəkar adamdır. Buyurur ki, Allah neyniyir? Buyurur, Allah deyir ki, hüsnü zəndə olun. Hüsnü zəndə olsaz, yol tapacaqsınız, xoşbəxt olacaqsınız və bu aləmdə bütün çətinliklər qabağınıza çıxanda nə olacaqsınız? Aram olacaqsınız. Çünki bilirsiniz ki, sizi sevən o Allahdır. İmam Rıza əleyhissalam buyurur ki, Allah belə buyurur, Ənə ində dənnə abdiyəl mu'min in xeyrən fə xeyrun və in şərrən və şərrun. Allah buyurur ki, müminin zənni nə cürdürsə, mən onun zənninin yanındayam. Əgər mənə qarşı hüsnü zəndədir, onun aqibəti də nədir? Onun müqəddəratını mən təyin eləyirəm, o hüsnü zənninə uyğun təyin eləyəcəm. Qədir gecələrində deyir, müqəddəratımız təyin olunur, bizim baxışlarımıza uyğun, bizim zənnimizə uyğun. Mən baxıram, deyirəm, ilahi, sən bağışlayansan, mən əminəm sən məni bağışlayarsan. Allah da deyir ki, bağışlayıram, yazın bağışlanmaq. Desəm ki, Allah bağışlamaz, Allah deyir, sən məni belə bilirsən, belə tanıyırsan, yaxşı. Sən məni belə tanıyırsan, mən beləyəm, mən bağışlamıram, mən bu cür davranıram, sənin müqəddəratın da bu cür təyin olunacaq. Belə təyin olunacaq. Buyurur, bu tənzimləyir, İmam Rıza əleyhissalam buyurur. Bir oğlan, misal çəkirlər, bir qız istəyirdi bir əşirədən. Getdilər,
Bu qızın da atası yoxdur. Həmən əşirəyə getdilər, qızı alsınlar, başqa bir əşirə gedir, tayfa gedir. Bir qızın anası dedi ki, mən əgər siz gəlmisinizsə, əşirə başçısına dedi ki, sən gəlmisənsə qızım üçün, mən səni qızın atası hesab edirəm. Yəni nə? Mən sənə verirəm qızı, sənə ümidlənirəm, sən böyük adamsan. Sən çox böyüksən. Biz onu böyük bilirik, nə edirik? Razılaşırıq. Onun böyüklüyünə nə edirik? Etimadımız var. Allahla bu bəndələr arasında nə qədər fərq qoymuşuq biz? Etimadımız nə qədərdir? Filankəs hörmətli adamdır, mənə söz verdi, eləyəcək. Allaha necə? Qaçın filankəsin qapısına müşkülümü həll eləsin. Allahın qapısına necə qaçmışam? Çətinlikdə Allaha qarşı və dostuma qarşı necə olmuşam? Ağlıma gələn dostuma qarşı necə olmuşam? Bunu insan özündə nə etməlidir? Müqayisə eləməlidir. Müqayisə eləməlidir. Nadir Şah deyirlər, o həmişə gedirdi də, qabaqda gedirdi. Haranısa fəth eləyir, birinci özü gedirdi qabaqda, bir baxırdı. Nadir Şah deyir, Hindistana gedir, gördü küçədə bir nəfər gedir, bir uşağı da əlində Qurandır. Dedi ki, hara gedirsən? Dedi, mən Quran dərsinə gedirəm. Dedi, nə oxuyursan? Dedi ki, Quranı öyrənirəm də. Dedi, hardasan, Quranın harasındasan? Dedi, Fəth surəsində. Nadir Şahın xoşu gəldi. Fəth eləməyə gəldi, bax. Xoşu gəldi, dedi, götürün bu pulu verin ona. Bir dənə sikkə pul verdilər. Uşaq dedi ki, xeyr, mən bunu götürə bilmərəm. Dedi, niyə? Sənə verirəm də, apar. Dedi, yox, anam məni döyər. Dedi, niyə? Dedi, anam deyər, oğruluq eləmisən. Dedi, niyə? Deyərsən, Nadir Şah verdi. Deyir, yox, anam deyəcək, Nadir Şah bir sikkə verməz. Yəni, böyük adamlar daha cibindən qəpi çıxardı, verməz. Ruhu böyük insanlar böyük şey verməlidirlər. Dedi, onda götürdü, dedi, bir kisə qızıl verin ona. Düz deyir. Bir uşağın bir nəfər barəsində, məqam baxımından böyük, vəzifə baxımından böyük insan barəsində düşüncəsi budur. İndi bizim xəzinələr əlində olan Allah barəsində düşüncəmiz necədir? Nə formadadır o? Onu düzəltməliyik. وَلِلَّهِ جُنُودُ السَّمَوَاتِ وَالْأَرْضِ Allahın əlində deyil, yerlərin, göylərin ordusu Allahın əlində deyil. Allah üçün də çətindir, göndərsin, buludu, yağış töksün. Allah üçün çətindir bu. Allah üçün çətindir, sənə kömək eləsin. Yox, Allah üçün çətin deyil bu. 40 nəfərdir, bir müminin, bir nəfərin haqqında durub, əgər şəhadət versə bir müsəlman haqqındakı cənazə namazında nə deyirik? İlahi, mən bundan axırıncı rükəti belə deyək də, namaz deyirik, o duadır. İlahi, mən bundan xeyirdən başqa bir şey görməmişəm. Əgər xeyir sahibidirsə, ilahi, onun üçün xeyirləri artır. İlahi, əgər bu günah əhli olubsa, günahından keç, belə dua eləyirik. O 40 nəfər deyəcək, 40 mömin deyəndə ki, ilahi, mən bunu günahkar bilmirəm. Allah mələklərə deyər, mən tanıyıram bu kimdir. O 40 nəfərin onun barəsində hüsnü zənni mən poza bilmərəm. İstisna halla işim yox, ha? Onlar öz yerində. Daha hər günah eləsin, düşün, o qədər mənim haqqımda düz danışan var, ondan söhbət getmir. Allahla öz arasında elə günahlar olub, insanlar bilməyiblər, çalışıb neynəsin, çətinlikdən çıxsın, Allaha tərəf gəlsin, müharibə elan eləməyib Allaha, o insandan söhbət gedir. Buyurur ki, İmam Hüseyn əleyhissalam Ərəfə duasında, buyurur ki, ilahi, görün nə qəşəng dua eləyir İmam Hüseyn. Deyir, ilahi, mən kanət həqaiquhu da'avi, فَكَيْفَ لَا تَكُونُ دَعَاوِهِ دَعَاوِ İlahi, bir adamın
Hələ həqiqətdə onun işləri nədir? İddiadır. İndiki qaldı onun iddiası necə iddia olmasın. Yəni namaz qılıram. Böyük alimlərdən biri gedirdi. Bir yerdə müstəhəb namaz var ziyarətgahda. 100 dəfə orada İyyəkə na'budu və İyyəkə nəstəin deməlidir. Cəmkaranda gedir. Bu namazı qılır. Hər rükətdə bunu deyir, gəlir, soruşurlar hardan gəlsin? Deyir, getdim Allaha 200 dəfə yalandan iddia elədim. Məcazi mənada deyir bunu. Yəni həqiqətə qalsa bunlar iddiadır. Həqiqətə baxsaq namazda da iddiadır. Bunlar iddiadır. Bunu dərk eləyən insan ucalır. Bunu dərk eləyən ucalır. İmam Hüseyin əleyhissalam burada belə deyir. Deyir, ilahi, mənim elədiklərim, mənim ibadətim, mənim sənin yolunda çıxmağım, bunlar hamısı iddialardır mən eləyirəm. Mənim həqiqətim burada iddiadır. Amma gəlir, Ərəfat çölündə deyir də bunu. Gəlir Kərbalaya çatır, neyniyir? Göstərir. Əməli şəkildə. Əsqərin verir. Əkbərin verir. Hamısını verir. Yəni ilahi, bunlar iddia deyildi ya. Bunlar iddia deyildi. Amma deyirdi ki, ilahi, iddiadır, mənim elədiyim iddiadır. Sənin əzəmətin müqabilində bunlar iddiadır. Bu cür düşünən, bunu dərk eləyənlər gəlir Kərbalada neynir? Həqiqətin qoyur ortaya. O həqiqi namazı qoyur ortaya. Həqiqi eşqi qoyur ortaya. Haçan dərk eləyəsən, buyurur, dərk olunsa. Allaha qarşı xoşgüman olaq. Bizim müqəddəratımız onun vasitəsilə neynir? Allah mehribandır, Allaha qarşı bu cür olaq. Nə qədər biz Allahı belə bilsək, bizim ruhumuz nə olur? Allahın rəhməti bizim ruhumuza açılır. Elə bil ki, bir dənə topu götürmüsən, bir topdur, atmısan dəryaya. O topun içinə bir damcı su girməyəcək. Niyə? Bağlıdır. Biz Allaha su izəndə ona bənziyirik. Heç bir qapı qoymamışıq. Allaha hüsn izəndə nədir? Biz ruhumuzdan Allahın rəhmətinə bir qapı pəncərə açırıq ki, ilahi rəhmət ora neynəsin? O şüalar ora daxil olsun. Baxın, deyir, bütün işlərdə neyləyin? Xoş təfəul deyirlər. Təfəul, fal sözü ondan götürülür. Yəni qabağınıza nə çıxdı? Xoş gümanda olun, inşallah yaxşı olar. İnşallah Allah bunu neyniyər, bunu düzəldər. İnşallah yaxşı olacaq. Peyğəmbər buyurur ki, məktub yazdı Ruma. Rum imperatorluğu, Rum var idi, məsələn, o dövrdə şərqdə olan imperator var idi. Məktub yazır şərqə. Şərqə məktub yazır, deyir ki, kimdir şərqdə Peyğəmbərin dövründə? Xosrov Pərviz. Xosrov Pərvizə məktub yazır, göndərir, bir dənə ərəbdir, aparır. Bunun da əynində cırıq paltarı, tozun içində filan gedir. Peyğəmbərin məktubunu aparıb Xosrov Pərviz üçün, imperator apardı. Girdi içəri, saraya girəndə baxdılar saray əhli buna. Bu kimdir? Peyğəmbər tərəfindən gələn elçidir. Niyə gəlib? Məktubu uzatdı, səni İslama dəvət eləyirik. Gülüşdülər buna. Gülüşdülər buna var. Biz daşqaşın, imperiya, filan, bizi nəyə dəvət eləyirlər? Bunlara bax. Əsəbləşdi, Peyğəmbərin məktubun cırdı. Cırandan sonra götürdü bir torbanın içinə torpaq doldurdu, dedi apar. Apar verərsən Peyğəmbərə, o başa düşəcək mən nə deyirəm. Yəni, külünüzü başınıza soğuracaq. Göndərdi, Peyğəmbər Əkrəm baxdı neynədir? Hamı baxır belə, bu bundan nə mesaj verir, hücum çəkəcək, gələcək, kəsəcək, doğrayacaq. Peyğəmbər gülümsədi, dedi ki, İran torpağını İslamın kölgəsinə girəcəyini mən neynirəm, görürəm buradan.
o torpaqlar nə olacaq? O imperiya nə olacaq? İslam oranı fəth eləyəcək. Peyğəmbər bunu deyir. Xəndək müharibəsində külüngü vurdu, külüngün ağzından qığılcım qalxdı. Hamı qaldı belə, buranı qazmaq olmayacaq. Peyğəmbər nə edir? Peyğəmbər buyurur, bu qığılcımdan, bundan mən imperatorların məğlubiyyətini görürəm. Nə edir? Onlara stimul verir Peyğəmbər. Peyğəmbər göstərir ki, Allahınız var sizin, söykənəcək yeriniz var. Biri də var nədir? Bunun müqabilində tətəyyür var. Hədisdə nə buyurur? Tətəyyəru şirk. Deyir, nədir tətəyyür? Böyük şirkdir. Necə? Qabağından bir pişik keçir, deyir, qayıdı evə. Professordur, qayıdır evə. O kişi hara qayırsan? Deyir, qabağımdan pişik keçdi, bugün gedməmişəm. Nə bilim, filan kəs asqırdı. Nə bilim, 2 dəfə gətirmədi, bir dəfə səbir gətirdi. Dayan, biri dayan. Bu nədir? Bu nə düşüncə? Gəlir imamın yanına gəlir, səhabələrdən biridir. Gəlir, deyir ki, mən başlayır gileylənməyə. Elə bir ki, evdən çıxmışdı, səhər başı harasa dəymişdi. Dedi, bu gün nə nəhs gündür, nə pis gündür. İmam ona acıladı onu. Dedi, sən nə danışırsan? Sən kimin yanındasan? Sən kimlə oturub durursan? Kimlə oturub durursan? Bu nə düşüncədir? Bu düşüncələr hamısı şirkə açılan qapılardır. Buyurur, Allaha təvəkkül eləyin, Allaha ümidiniz olsun. Allaha ümidiniz olmasa, Həzrəti Əli əleyhissalam gedirdi, deyir Nəhrəvana. Gedir Nəhrəvana. Həzrəti Əli gedir, bir nəfər də münəccim var idi. Həmən münəccim Əşəsi kəndi idi onun adı. Bu da indi astronomu dövründə belə deyək, ulduzlarla, kişi səma ilə əlləşir, göy ilə əlləşir. Çıxdı Həzrət Əli əleyhissalamın qabağına, dedi ki, ya Əli, gedmə, bu müharibədə mən ulduzlara baxıram, məğlub olacaqsan. Çox pis gəlir, çox pis görsədir, ulduzlar pis görsədir. Mən qoç burcuyam, mən gərək neyniyim, qoç kimi kəllələşim. Mən balıq bürcüyəm, filan kəs filan bürcüdür, yalancıdır. Bəs durun görək. Cəmaata bar-bar bağırırsınız, elmdən, filandan, bu nədir? Filan kəs filan bürcdədir, belədir, filan kəs. Bu nədir? İslam məntiqi bundan danışmır. Bürclər başqa şeydir. Bürc məsələsi ayrı məsələdir. Bundan danışmır. O bürcün altında dünyaya gələn həmən zaman hansı çətinliklər var, hansı asanlıq var, hansı enerjilər yer üzünə onda nə olur, gəlir, nə olur, işim yox. O ayrı bir şeydir. İndi baxırsan, görürsən, insanlar nə olub, burada qalıb. Həzrəti Əliyə dedi ki, gedmə, məğlub olacaqsan. Həzrəti Əli buyurdu ki, mən səddəqtək fəqət kəzzəbəl Qur'an. Kim sənin düz danışdığını qəbul eləsə, Qur'anı yalancı hesab edir. Dedilər, ya Əli, niyə belə deyirsən? Deyir, çünki Qur'an buyurur ki, təvəkkəl əlallah. Allaha təvəkkül elə. Qur'an buyurur, Allaha təvəkkül elə. Qur'an deyir, Bismillah elə. Buyurur, siru alə ismillah. Həzrəti Əli qayıtdı orduya, dedi, Allahın adı ilə hərəkət eləyin. Getdi, qısa zaman ərzində az itki verməklə Həzrəti Əli əleyhissalam qalib gəldi. Niyə? Allahın adı ilə. Bütün şeylərdə neynəmək? Xoş baxışla Allaha qayıtmaq. Nə ki, hər şeydə neynəmək? Bəd baxışla neynəyəsən? Allaha suizən eləyəsən, qayıdasan. Baxın, əzizlər, buyurur, sizin həyatınızda bu məsələlər mühümdür. Allaha qarşı hüsnü zənn, Allaha qarşı suizəndə olmamaq, bütün hər şeyin idarəsini
rəhman olan, mərhəmət sahibi olan Allahın əlində bilmək, o sizin ən yaxınınız, ən yaxın dostunuzdur bu cür bilmək və rəhmət onun zatıdır, Allahın zatıdır. Rəhmət sifəti onun zatıdır. Bu cür bilmək, bu cür olsa insan bütün çətinliklərdən olacaq, aram olacaq. Allaha and verək izzət-i cəlalına. Allah mütəal günahlarımızı bağışlasın. İlahi pərverdigarə aləm bizi həqiqi bəndələrindən qərar ver. İlahi bizi bağışlamamış bu dünyadan aparma. İlahi pərverdigarə aləm səni and veririk izzət və cəlalıva. İlahi nə qədər xəstələrimiz var tezliklə şifa ver. İlahi pərverdigarə aləm səni and veririk əzəmət və ya Rəbb, səni and veririk böyüklük və möminlərin maddi mənəvi müşküllərin həll elə. İlahi vətən keşiyində olan əzizlərimizi sağ-salamat istəklərinə yetir. Vətəndən qıraqda olan əzizlərimizi qanim salim istəklərinə yetir. İlahi millətimizin, xalqımızın daxilində, xaricində nə qədər düşmənləri var, məhv elə. İlahi mənəvi düşmənlərimizi məhv elə. İlahi müsəlmanları dünyada qalib, düşmənlərin məğlub elə. İlahi İmam Zaman ağanın zuhurun təcil elə. İlahi bizi o ağanın qarşısında deyil, yanında qərar ver. Bütün dualarımızın qəbul olunmağından ötəri, o dualar ki xeyrimizədir, yadımıza düşmür. Haqqımızda Allah tərəfindən imza olunmağından ötəri Peyğəmbər və ailəsinə səlavatı deyək. Allahümmə səllə ələ Muhamməd və ali